Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecməin. Əmmə bəd, biz Salihlərin Baxsası kitabında nəzarət bölümünü davam edib. Bugün ikinci hədisi götürəcəyik. Bu bölümdə olan ikinci hədis. Kitabın özünsə 62-ci hədis olaraq. Əbizar Cündub ibn Cünədədən və Əbu Abdurrahman Muaz ibn Cəbəldən, Allah ikisindən razı olsun, gələn hədisdə Allahın Resulü sallallahu aleyhi ve sellem deyir: harda olursan ol, Allah'tan qorx. Pisliyin arxacınca yaxşılıq elə, o yaxşılıq onu silir. Hansı bir pislik etsən, onun dalınca yaxşılıq elə, yaxşılıq onu silir. İnsanlarla gözəl əxlaqla davran. Hədisi Tirmizi rivayet eləmişdi və həsən olaraq. Bu hədis İmam Nəvəvi Rəhməhullah'ın 40 hədislərindən olan bir hədis ki, müəllif Rəhməhullah burada Peyğəmbər sallallahu aleyhi ve sellemin 3 vəsiyyətini gətiribdir. 3 böyük vəsiyyətini. Birinci vəsiyyəti Peyğəmbər sallallahu aleyhi ve sellem oydu ki, harada olursansa ol, Allah'tan qorx. Birinci budur. Allah qorxusu haram olan şeylərdən çəkinməkdir, əmr olan şeyləri yerinə yetirməkdir. Bu təqvadır. Allah subhanahu teala sənə nə əmr edirsə də onu yerinə yetirirsən, Allah'a xalis olaraq, Allah üçün və onun Resulü Muhammed sallallahu aleyhi ve sellemə tabi olaraq. Demək, Allahın əmrini ixlasla Allah üçün edirsən və onun Resulü Muhammed sallallahu aleyhi ve sellemə tabi olaraq. Allah Teala qadağan elədiyi şeyi tərk edirsən, onun qadağan elədiyi şey imtisalən Allahın qadağan elədiyi şeyinə tabi olaraq tərk edirsən, Allahın əmrinə yəni tabi olaraq. Allah subhanahu ta'ala haram elədiyi şeylərdən uzaqlaşırsan. Misal olaraq, Allah subhanahu ta'ala sənin üzərində nəyə vacib edibdir? Sən onu yerinə yetirirsən. Onların ən əzəmətlisi də kəlmə şəhadətindən sonra olan, İslamın rükunlarından, kəlmə şəhadətindən sonra olan namazdır. Onu yerinə yetirirsən. Onu kamil şəkildə şərtləri ilə, rükunlarından, vaciblərindən, bütün onu kamil edəcək şeylərlə gətirirsən, yerinə yetirirsən. Kim namazın şərtlərindən, vaciblərindən, rükunlarından bir şeydə xələli olsa, o kəs Allah'tan qorxmur. Əksinə, onun təqvası əmr olunduğu şey naqisdir. Əmr olunan şeydə olan naqisliyi qədərdir. Nə qədər ki, naqisliyi var, o qədər onun təqvası var. Məsəl üçün, zəkatda sən Allah'tan qorxursan, malının hamısını hesablayırsan. Demirsən, bəzisini gizlədin, bəzisini. Malının hamısını hesablayırsan. Yəni, zəkata düşən mallardan söhbət gedir. Hansı ki, onda zəkat var və sən onu öz nəfsinin, yaxşı nəfsindən daha paxıl olmayaraq onu çıxardırsan. Nə yaşayışında bir sıxıntı olaraq və nə yaxud da ki, onu geyişdirərək belə eləmirsən. Kim belə eləyərsə də, o Allah'tan qorxmur. Məsələn, oruçda sən oruç tutursan, necə ki, əmr olunubsan, orada nələrdən çəkinməlisən? Lağ olan şeylərdən, pis sözlərdən, çığır-bağırdan, qeybətdən, nəmimədən, oruçda da bu şeylərdən. Bundan başqa olan şeylər ki, hansı ki, orucu naqisləşdirir və orucun ruhunu aparır. Yəni, həqiqi mənası onun, yəni, həqiqətən oruc, Allah subhanahu ta'alanın haram elədiyi şeylərdən insan özünü saxlamasıdır. Və beləliklə yerdə qalan vaciblər vardır ki, sən onu Allah'a itaət olaraq yerinə yetirirsən, onun əmrinə tabi olaraq, ona ixlasla və onun Resulü sallallahu aleyhi ve sellemə tabi olaraq. Və həmçinin qadağı olan şeyləri tərk edirsən, nəyə ki, Allah Teala qadağı edibdir? İmtisalən li nəhyilləhi azze və cələ. Yəni, Allah Teala'nın qadağı elədiyi üçün ona tabi olaraq yəni, tərk edirsən onu. Yəni, nəyə ki, sənə qadağı edibdir, sən qutar gələn ondan, onu eləmə gələn.
Birinci vəsiyyət. İkinci vəsiyyət, pislik yaxşılıqla, pislik yaxşılıq tabe ilə gələn, yəni pislikdən sonra yaxşılıq elə gələn, o həmin yaxşılıq o pisliyi silir. Yəni sən bir pislik eləsən, o pisliyin arxasınca bir yaxşılıq eləsən, həqiqətən yaxşılıqlar pisliklərə aparır. Bu yaxşılıqlardan, yəni pislik etdikdən sonra bu yaxşılıqlardan sən Allaha tövbə eləmən. O pis şeylərdən Allaha tövbə eləmən, Allaha qayıtmandır. Həqiqətən tövbə yaxşılıqlarla əfsəlidir. Allah Teala Quran-ı Kərimdə deyir ki: "İnnallaha yuhibbut tevvabin və yuhibbul mutatahhirin." Allah Teala tövbə edənləri və təmizlənmək istəyənləri sevir. Tövbə edənləri sevir və başlanmaq istəyənləri sevir. Həmçinin Allah Teala deyir ki: "Və tubu ilallahi cemiyan eyyuhel mu'minun leallekum tuflihun." Ey möminlər, hamınızla Allaha qayıdın, ona tövbə edin, bəlkə nicat tapasınız. Həmçinin beləliklə salih əməllər vardır ki, pislikləri tekfir edir, yəni pislikləri silir, aparır. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, 5 namaz, cümə ilə cümə, bir Ramazandan o birisi Ramazana, bunlar insan böyük günahdan çəkinərsə də, bunların arasında nədir? Onlara kəffarədir. Yəni, insan 5 vaxt namaz qılır. Sübh namazından zöhr namazından əsr namazı, əsr namazı. 5 vaxt namaz qılır. Bunların aralarında böyük günah eləmirsə də, qıldıqları o namaz kəffar. Onun kiçik günahlarına bağışlanmadır. Həmçinin cümədən cüməyə, gəlsən cüməyə, o pisi cüməyə kimi böyük günah eləmirsənsə, kiçik günahlarını silinir. Subhanallah. Ramazandan Ramazana həmçinin. Və başqa hədisdə deyir ki, "Əl-umratu iləl-umrati", yəni ömrədən ömrəyə onun arasında olan şeylərə kəffarədir. Fəl-həsənətü yuzhibnə seyyiət, yaxşılıqlar pislikləri aparır. Bu iki vəsiyyət, sonra üçüncü vəsiyyət gəlir. Üçüncü vəsiyyət də insanlarla yaxşı əxlaqla davranılan, yaxşı əxlaqla müamilə edən. Birinci iki vəsiyyət yaradanla olan müamilə idi. Allahdan qorxulan, istəyirəndə dalına yaxşılıq edirsən. Üçüncü vəsiyyət isə yaradılmışlarla olan müamilədir. Sən onlarla gözəl əxlaqla müamilə edirsən və onlara təşəkkür edirsən, onları pisləmirsən, onlarla gözəl üzlə rastlaşırsan, gülər üzlə, yaxşı sözlə, gözəl müraciətlə, bundan başqa olan yaxşı əxlaqlarla belə davranırsan insanlarla. Buna çoxlu hədislər gəlmişdi, yəni gözəl əxlaqın fəziləti barəsində. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Əkməlul mu'minina imanən əhsənuhum xuluqan." Yəni möminlərin imanda ən kamili olanın, onların əxlaqda ən gözəl olanıdır. Subhanallah. Tərəzidən ağır gələn şeydir qiyamət günü əməllərdən. Və xəbər verir ki, insanlardan ona ən yaxın olanı və daha haqlı olanı dərəcə baxımından, yəni qiyamət günü əxlaqları gözəl olandır. Qiyamət günü Peyğəmbər s.ə.və ən yaxın olan insanlardan ən əvvələ daha haqlı və daha yaxın olanı kimdir? Qiyamət günü əxlaqları ən gözəl olandır. Gözəl əxlaqlar bu cəmiyyətdə gözəl bir məsləkdir, bir yoldur. Onun sahibi də insanlara sevilir. Və onun üçün də, həmin o sahibi üçün də böyük əcr vardır, savab vardır. Yəni, insan qiyamət günü nədir? Onu əldə edəcəkdir. Bu üç dənə vəsiyyəti, Peyğəmbər s.ə.v-dən gələn vəsiyyəti əzbərlə gələn, Allah Teala müvəffəq edəndir. Gələn səfər inşallah bu bölümdə üçüncü hədisi götürəcəyik. Barakallahu fikum.